Esselamu Aleyküm ve Rahmetullahi Teala ve Berekatuhu. Ömür kısa, imamlarınsa sayı çok. Ona göre kısa ikisini birden götürerek. Birinci imamımız İbn-i Şihab-ı-Zuhri Rahimahullah Teala ve huve seyyidu min saadati sıgar tabi'in. Tabi'inlerdendir, sahabeleri görmüştür. Ama tabakat sıgar tabi'in, küçük tabi'inlerdendir. Ne demektir küçük tabi'inler? Yani artık onun zamanında sahabeler vefat etmişti. Sayıları parmakla sayılacak kadar sahabe görüp. Gördüğü sahabelerden ve götürdüklerinden Ebu Hureyre ve Abdullah ibn Abbas ve Enes ibn Malik ve böyle. Yani küçük sahabeler ki onlar Allah Nebisi sallallahu aleyhi ve sellemin ehdinde, zamanında uşaqlarıydı. Sonra onlar sağ kaldı. Sonra onlar ulduzlara çevrildi. Ümmetin alim sahabeler oldu. Ama sıgar, küçüktüler onlar. Ve bizim tabimiz de sıgar tabinlerdendir. Yani artık onların son merhalesine çattı. Kimdi? İslam tarihinde hadis ilmini, ilmi madde olarak tedvin eden, telif eden ilk alimdir. Ona göre vaciptir ki onu mutlaka götüren kimdi o? Ez-Zuhri. Hadisi isnadıyla okuyanlar onun adını bilirler. İmam Bukhari'nin ravilerinin içerisindedir. Haddesena Zuhri. Yazıca gelir. Huve İbn-i Şihab Ez-Zuhri. Hafiz. Tabii ki hafız şek yoktu ki Kur'an'ın hafızı aynı zamanda hafizül hadis. Nece hifzederler hadisi? Musteneden. Diğerdeki misal şunun haddesena Zuhri. An Sa'id ibn Musayyib. An Abdullah ibn Abbas enne Resulullah sallallahu aleyhi ve sellem kâle. Böyle. Yani bunlarda hadisler musteneden, isnadla idi. İsnadı da ezberleyerdiler, ruvatları da ezberleyerdiler ve sonra hadisin metnini hiç tehrif etmeden, ne kelime artırar, ne azaldar, ne de ki bir şekil, yani hareket tehrif etmeden olduğu gibi bid-dabti vel itqan bizim zamana getirip çıkardardılar. Bizim kahraman El-Quraşi. Bilirsiniz ki Kureyşler netice itibariyle Allah Nebisi sallallahu aleyhi ve sellem'in soyunda ya 5, ya 6, ya 7, ya 8, ya 9. babasında birleşir. فَهُوَ الزُّهْرِيُّ الْقُرَشِيُّ الْمَدَنِي Medinelidir, Zuhridir, El-Quraşi ve zamanının mühendislerinin imamıdır. Zuhre kabilesindendir. Kureyş'in Zuhre kabilesinde kim vardı bizde? Abdurrahman İbni Avf radıyallahu anhu yazı geldi. Ve yaşadığı zaman Umeyye halifelerinin zamanıydı. Umeyye de Kureyş'idir. Osman bin Affan ve Muaviye bin Ebi Süfyan'ın neslidir bilirsiniz. Tesevvür edin, halife El-Quraşi. Alim El-Quraşi. Üst üste geldi. Laf el oldu. Bu itibarla bizim alimimizin yani hilafet zamanı, Umeyye hilafeti zamanı çok büyük bir ihtiramı, bir ta'zimi var idi. Yani onun saraya girmesi yaşıl ışığıydı. Böyle deyək də, yani o kəslərdən idi ki, ürək istediği zaman saraya daxil olabilir, halifeye müraciət elə bilərdi, yaşıl ışıq. Çünkü Umavi dövləti, Ərəb dövlətiydi, Umavi dövləti, El-Quraşi dövlətiydi, Umavi dövləti. Bilirsiniz ki, Muaviye ibn Ebi Süfyan, El-Umavi ve Umeyye, Allah Nebisi sallallahu aleyhi ve sellemin babasının kardeşidir, emirler sayılır. Bu itibardan onu çok büyük hürmet ederdiler. Sahabelerden çok az insan görmüş çünkü artık son merhaleydi, ona göre sıgar tabi'in ama tabi'inlerin ağası, en çok sahabe görmüş alim Sa'id ibn Musayyib'in bizzat yani şagirdidir. Bizzat şagirdi ne demekti? Rukbeten rukab. Yani birinci safta imamın ayağının altında ilk oturan şagird odur. Var ki mecliste oturup hardasa 10 bininci nefer. Ben de görmüşüm onu. Yok. Bir de var ki rukaben rukab. Yani dizden dize. Yani Sa'id bin Musayyib'in yani yanında ahra kimi aldı ta ki 8 yıldan sonra şeyh dünyasını değişende çok kızıl tövsiye etti. Görnedi de onun hakkında. Deyir ki men mâte ve terake mislek lem yemut. Yani artık rahat ölebilirim. Yani senin kimi özünden sonra şagird bırakan insan rahat ölebilir. Yani öyle bir şagirddir. Yani Sa'id ibn Musayyib'in bütün ilmi ondadır.
Ve tabii ki onun da şagirdleri onun seviyesinde ulduzlardır. Maşayihı da onun ulduzlardır. Yani ilmin ulduzlardır. Gelin tanışalım. Kimdi o? İsmi Muhammed İbni Muslim, İbni Ubeyd İbni Abdillah İbni Şihab. Qəbilə Zuhra qəbiləsidir. Hansı qəbilədir? Qureyşin Zuhra şiabındandır. Abdurrahman İbni Avf da o qəbilədəndir. Umeyye zamanı, Umeyye xilafəti zamanı yaşamışdır və Umeyye xəlifələri ona xüsusi ehtiram göstərərdilər. Hicrətin 51, fikir verir rəqəmə, 51-52-ci ilində dünyaya gəlib, yəni hələm də sahabələrdən kiçik yaşlı olan sahabələr artıq qocamandılar, hələm də var, onları görüb və hicrətin 124-cü ildə vəfat edib və öz zamanında hədis alimlərinin imamlarından sayılırdı, hafiz. Deməli, Əl-Quraşi, Əz-Zuhri, Əl-Mədəni, Nəzilü-Şam. Nəzilü-Şam nə deməkdir? Şama köçmüş. Sonradan orada yaşamış. Niyə görə? Çünki Umeyyə xilafətinin sarayları, iktidarı Şamdaydı və Şam alimləri özünə toplayan, yəni həm paytaxt, həm də ki elmi mərkəzə çevirmişdi. O artıq ora köçdü və orada yaşadı. Nəzilü-Şam. İbn-i Şihab Zuhri tərifləri deməyəcəm. Thawri haqqında gələn təriflərin eyni mislində həmin imamlar onun haqqında demişdi. Burada müxtəsər eləyək. Digər imamlarda gördüyünüz eyni sifətlər onda var. Abidun, zahidun, savvamun, qavvamun, hafizun, dabtun, ayətun fil hifzi və zəka. Yəni hifzdə və əzbərdə ayətdir, möcüzədir. Sifəti, keyfiyyəti deməli uzun saçlıydı. Saqqalı Əbu Bakr Sıddıqın saqqalına bənzirdi. Xafiful aridayn, çənələri görsənir, çənəsi saqqalın dibindən görsənir. Saqqalı çox zəif yetişirdi. Tünd həna vurardı, lap tünd həna vurardı ki, uzaqdan qara görsənərdi. Əslində tünd qırmızıdır. Saçı və başına da həna vurardı. Və kənə bihi ə'məş. Onun bir göz xəstəliyi var idi. Bu göz xəstəliyinə bizdə tibdə toyuq körlüğü deyirlər. Gün ortalar çox pis görür, gecələr heç görmür. Kənə bihi ə'məş. Boyu qısaydı. Rahiməhullah Teala. Özü xilafətin ordusunda əskər idi. Rusu da oradan gəlirdi. Elə belə əskər deyildi, komutan əskərlərdən idi. Böyük rütbəsi var idi. Kənə bi rütbətil əmir. Yəni, maşallah komutan və hətta deyərək komandir səviyyəsində bir əskərdi xilafətin ordusunda. İslam'a verdiyi töhfəti. Ömer İbni Abdülaziz'i tanıyırsınız. Halifetur Raşid. Rahimahullah. Yadınıza geldi. Ömer İbni Abdülaziz'in xilafəti qısa oldu. O, Ömer İbni Abdülaziz'in subhanallah İslam'a verdiği töhfətlər bu kısa müddətdə sahib qutarma olmur. Və Ömer İbni Abdülaziz'in ən böyük verdiği töhfət İktidara gələndə İbn-i Şihab Zuhrini saraya dəvət edir və deyir ki, hədis elminin əsasını qoyacaqsan. Artıq bu dəfə hədis elmi kitab şəklində olacaq. Tədvin şəklində olacaq. Yəni, İmam Buxarıdan qabaq, elə bir ki, Zuhrinin toplumu. Və əlhamdülillah, Ömer İbn Abdülaziz'in əmri ilə o artıq hədis alar, hədis verir, rivayət edir və hədisin ilk tədvinini, ilk kitab şəkildə hədis toplayan İslam tarixində, yəni alimlərdəndir. Və Ömer İbni Abdülaziz onun haqqında buyurur ki, çünki mənim zamanımda, yəni Ömer İbni Abdülazizin o qısa müddətində ondan daha elmli, hədisi bilən insanı o tanımırdı. Dedik ki, onun müəllimləri İslam dünyasının ulduz alimləridir və onun şagirdləri də özündən sonra onun səviyyəsində şagirdlərdir ki, biz onların da həyatını bir-bir inşallah öyrənəcəyik. İmam Leyfi Rahimullah onun haqqında deyir ki, kənə alimən mevsuiyyən, o hər tərəfli alim idi. Yəni bizim təbirlə allamə, hər tərəfli alim. Nə deməkdir? Yəni nahv və sarf, qrammatikadan soruşsaydın deyərdin ki, bu lüğət alimidir. Təfsirdən soruşsan deyərdin, yox, bu təfsir alimidir. Hədis və usul və rical və rivat və həmçinin mutundan soruşsa deyərdin ki, yox, bu hədisin imamıdır. Hətta tibdən soruşsan deyərdi ki, yox, bu deyəsin cərrah həkimdir, buna çatan həkim yoxdur. Yəni, hansı fəndən soruşsan, huva bahrun. Kimi xatırladır? Abdullah İbni, kimdir? Abbas. Onun şeyhini xatırladır. Allahu Akbar. Bizim bu imam da hafizun, thiqatun, dabt
və çox təmrin eləyərdi, əzbərini gücləndirməkdən ötürü çox məşq eləyərdi. Hətta onun çox qəribə, lətif əməllərindən də biri, onun bir kəniz köləsi var idi, qız uşağı. Birdən onu oyadar və deyərdi ki, Həddəsənə Səvri və Həddəsənə Səud ibn Müseyyib an Əbi Hüreyrət. O deyir ki, mən və Səvri ilə nə işim var? Qoy yatımda, dedik ki, yox, əzbər ancaq belə nə olur? Və neyin yerdə qızcıqadı oyadardı və əzbərini onun üzərinə dağardardı, tökərdi ki, tək əzbərini təkrarlamış olursun. Qur'anı 80 günün içərisində əzbərlədi və topladı. Bax, 80 gündür biz görüşürük sizlə. Hansımız biriniz bu 80 gün içərisində Qur'anı başdan ayağa əzbərlədi və topladı könlündə, köksündə. İndi bildiniz bunu hifz necəydi? Ayə fil hifz. 80 günə, yəni 80 günə 3 aydan qısa bir müddətə Qur'anı əzbərlədi. Özdə necə əzbərləmək? Yəni, əzbərli və əzbər danışırlar. Var dövlətli idi, varlı karlı idi, səxavətli idi və subhanallah çox cömərd idi, kasıbları çox yanardı. Hərdən böyük məbləğdə borca girərdi ki, kasıbları neynəsin, qani etsin, onlara əl uzatsın. Və onun həyatındakı ən maraqlı məqamlardan biri Abdülməlik ibn Marvanın yanına gəlir. Umami xalifələri onu çox təzim elərdi. Və deyir ki, ya əmir-i-müminin, mənim yaşadığım bəldədəki kənd əhalisi çox kasıbdır. Hətta o səviyyədə ki, vəziyyətləri acı-acılıdır. Mənə, yəni Beytül Məl-el-Müslimin, müsəlmanların malından borc ayır, onlara dağırdım. Dedi, nə qədər istəyirsən? Qalə əlfə əlfin, 1 milyon dirhəm. Bütün kənd bərbad vəziyyətdədir. Yəni, kənd sürünür acından. Ərləri cihadda, fütuhatlarda, yəni insanlar bərbad gündə. Abdülməlik ibn Marvan, xəlifət Əl-Umavi, yəni əlfə əlfin, 1000 dəfə 1000, 1 milyon dirhəm ayırır Beytül Məl-Müslimin və o öz əlləri ilə onun hamısını faqir fuqaraya paylayır, oradan da heç nə özünə götürmür. Və İllər keçir, Abdülməlik ibn Marvan dünyasını dəyişindən sonra onun oğlu Hişam ibn Abdülməlik hakimiyyətə gələndə sanki onun başına qalxmaq istəyir. Deyir ki, dədəmdən pul götürmüsən, 1 milyon. O da qayıdıb ona deyir ki, xeyr, mən müsəlmanların malını götürüb müsəlmanlara paylamışam. Əxəztu min məlin muslimin. Müsəlmanların malına götürdüm, Beytül Maldan. Müsəlmanlara da payladım, amma düzdür, öz adımdan götürdüm, borç kimi. Və burada bir lətif hadisə olur. Bununla müxtəsər ilə keçək növbəti qəhrəmanımıza. Siz bilirsiniz ki, Umeyyə Muaviyyə nəslindəndir. Radiyallahu anhu. Və Muaviyyə radiyallahu anhu və Ali ibn Əbi Talib radiyallahu anhuma onlar arasında müharibə olmuşdu və qanlar tökülmüşdü. Nəhəng, yəni mömin tayfası bir-birinin qanı tökmüşdü və bunlar çox qəribədir. İkisi də mömin tayfası, ikisi də bir-birinin qan qohumları hər tərəfdən. Yəni belə fitnələr olub tarixdə. Və nəticədə Muaviyyə tərəfində olanlarda Ali ibn Əbi Talibə qarşı bir xəstəlik meydana gəlmişdi. Çünki bunlar öz əmilərini, dayılarını, qardaşlarını, uşaqlarını, qadınlar ərlərini itirmişdilər. Yəni hər kəs günahı bir digər tərəfdə görürdü. Və Muaviyyə tərəfində olanlar, o məblərdir bu bunlar, hakimiyyətdədir. Bunlarda nasibilik xəstəlik bakteriyası bunlara düşmüşdü. Ali ibn Əbi Talibin adı gələndə nə edirdilər? Beyinləri çövürürdü, hətta söyə bilirdilər, hətta lənət edirdilər. Və bu fitnə olmuşdu tarixdən və düşmənlər bu fitnədən məharətlə istifadə edib öz sapıq batil firqəsini qurmuşlar, bilirsiniz. Amma açıq deyirik, onlar bizdən, biz də onlardan uzaqıq. Və Hişam ibn Abdülməlik, xəlifə, Öməvi xəlifə, o xəstəliyə tutulmuşlardan idi. Kənə nasibiyyən. Ali ibn Əbi Talibin adı gələndə beyni çevrilirdi. Və bir dəfə nə edir? Başlayır bir alimləri saraya dəvət eləməyə. Əvvəlcə gelir yanına Süleyman ibn Yəsar. Bu alim deyil, bu abiddir. Abiddir. Soruşur ki, bu ayət kim üçün gəlmişdi? İnnellezîne câû bil ifki usbetun minkum la tahsabuhu şerran lekum bel huve hayrun lekum likulli imri'in minhum mektesebe minel ithm وَالَّذ۪ي تَوَلَّا كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظ۪يمٌ. Kimdi o kez ki, yani bu günahın başı odur. Yani ifk hadisesinde Ayşe böhtan atan, günahın başı en büyük azap çatan insan kimdir? Bunu kim soruşur? Halife Hişam ibn Abdülmelik.
Abid Süleyman İbni Yasar deyir ki, bu ayet kim üçün gəlmişdi? Fitnenin başı, əzab ən böyük toxunan Abdullah bin Ubey bin Selul, Ra'sul münafiqin, münafiqlərin başıdır. Qaydı ona nə desə yaxşıdır? Kəzəbt, yalan söylədin. Huvə Ali, o Əlidir. Süleyman İbni Yasar haqq söylədi. O münafiqlərin başı olan Abdullah bin Ubey bin Selul, ayət onun üçün gəlib. Xəlifəyə də cavab qaytarma asan deyil. Sən hüccətin o qədər güclü olmalıdır ki, sən ona cavab qaytaranda, yəni dura biləsən qabanda. Və xəlifə ona bu şəkildə neyir? Rədd verir. Birdən həmin an, elhamdülillah, bizim qəhrəman, alim İmam el-Hafiz İbn-i Şihab el-Zuhri içəri daxil olur. Xəlifə deyir ki ona, bu ayət kim üçün nazil olub? Mən illəzi təvəllə kibrahu minhum, İfk hadisəsində Ayşəyə böhtan atanlar arasında ən böyük günah sahibi məstər kimdir? Bizim qəhrəman İmam Zuhri deyir ki, huva Abdullah bin Ubey bin Selul. Eyni cavab. Ra'sul münafiqin, münafiqlərin başı. Qayıdıb imamı nə desə yaxşıdır? Kəzəbt. Yalan danışdın. Yəni təəssübkeşliyindən imamı nə deyir? Yalan danışdın. İndi bu imamın cəlalətinə baxın, nüfuzuna baxın, heybətinə baxın. Xəlifə biz nə deyir? Ənə əkzib, lə əbəllək, atan ölsün, mən yalan danışıram. Xəlifənin üzrə deyir. Deyir, vallahi, ləv nədə münadim min fəvqi səb'i səməvat, yə əhləl ardı inni əhləltu ləkum əl-kəzibə mə kədəbt. And olsun ki, Allahın izzət və cəlalına, onun əmri ilə göydən bir carçı desə ki, ey yer əhli, bugündən sonra yalan danışmaq halaldır, yerdə danışmardım. Mən yalan danışdım. Yəni, mən hədis rabisi, ümmətin hədisi məndə, isnadı məndə, insanlar mənə etibar edib, fiqatun səbt, mən yalan danışıram, yəni, atan ölsün deyir. Hədisi dinlə, isnadı ilə gətirir. Hafizdə bu. Qal, həddətənə Sa'id ibn Urva, həddətənə Ubeydə, həddətənə Alqama, ibn Vaqqas, an Aişətə umul müminin, radiyallahu anhə, qalət, Əl-ləzi təvəllə kibrahu huvə Abdullah bin Ubey bin Selul. Yəni bu yoldan keçən bir abid deyil də, bu insan hafiz, isnadı əzbər bilir. Hər ravinin doğum və ölüm tarixini, necəliyini, kimliyini, kimdən götürüb, hardan götürüb, fiqatun səbt. Yəni sən yoldan keçən abidə deyə bilərsən. Amma buna keçmir. Deyir nə? Ənə əksib lə əbəllək. Mən yalanlaşıram, atan ölsün. Allahu Ekber. Və xəlifə bu anda onun başına qalxmaq istəyir ki, atamdan, Abdülməlik ibn Marvandan 1 milyon dirhəm götürmüsən. Sanki onu sındırmaq istəyirdi. Çünki burada 2 dənə nüfuz baş-başa gəldi. Sultan nüfuzu ilə alimin nüfuzu. Elə deyil. Taxt 2 taxtı da. Alimin taxtı, sultanın taxtı. Dedi, atamın Abdülməlik ibn Marvandan 1 milyon dirhəm götürmüsən. Qal ya əyyuhəl əmir, ey əmir sahibi. Birinci, mən onu müsəlmanlar üçün götürmüşdüm. Şahidlərim də var. Sən də həm şahidlərdən birisən. Özüm üçün götürməmişdim. Və o atanın malı deyil. O müsəlmanların malıdır, müsəlmanların evindən götürülüb. Min beytil məlil muslimin. Müsəlmanların malından götürülüb, müsəlmanlarda dağırdılıb. İndi xəlifə istəyir öz heybətini saxlasın. Burada əzizdə, burada da onu bağladı. Nədir ona? Borcunu silin, gedə bilərsən. Borcunu silin, gedə bilərsən. Onsuz silməsini. Düzdür, yazıb öz adına götürüb. Yəni, imza olaraq adı keçir orada. Amma fakt odur ki, müsəlmanlardan müsəlmanlar üçün götürüb də. Dedi, borcunu silin, gedə bilərsən. Belə onu yola salır. İmam da nə deyir? Elhamdülillahillezî huve min indi. Həmd olsun Allaha ki, bütün bu nemətlər yenə də ondandır. Hicrətin 124-cü ildə vəfat eləyir. Ramazanın 27-ci gecəsində Allahu Ekber, Allah Subhanahu teala ona rəhmət eləsin. Keçirik birbaşa ikinci qəhrəmana. İkinci qəhrəmansa artıq 3-cü nəslin nümayəndəsidir. İmam Əvzə'i, eşitdiniz, duydunuz. İmam Əl-Əvzə'i. Bunun zamanında demək olur ki, artıq sahabə tapmaq mümkün değildi. Əgər qalmışsa 1-2 sahabə qalmışdı. Sığar sahabə, onları da tapmaq çox çətin idi. Bu bizdə yəni 3-cü nəslin nümayəndəsidir. Adı Abdurrahman İbn Amru Əl-Əvzə'i. Bizim qəhrəman ərəb deyil. Bizim qəhrəman
çayın obursu tərəfindəndir. Yəni Dəclə və Fərat çayının arxası. Yəni Türkmenistan, Afganistan bu torpaqlar, Mərva diyarı, Xorasan diyarı, yəni Fars torpağının ərazisi. Bu nəsil girov tutulur, əsir tutulur və müsəlmanların xilafətinə gətirilir. Elhamdülillah sonra İslamda daxil olurlar və sonra bu nəsildən həmin bu uşaq dünyaya gəlir, Abdurrahman, ki o Əl-Əvzə'idir. Əvzə'i yəni çox uşaq ikən atasını itirir. Uşağın təqribən 1 ya 2 yaş olanda atası vəfat edir, uşaq yetim böyüyür. Baxın qardaşlar, İslam ümmətində necə analar olub. Baxın, deməli uşağın ya 1 ya 2 yaşı olanda atasını itirir uşaq, olur yetim. İndi normalda anası ərə gedə bilər, elə deyil. Anası ərə getməyi özünə haram edir, qadağan edir. Niyə görə? Bütün potansiyalı uşağı böyütmə və tərbiyəsinə verirsin və nəzir elə ki, bu uşağı mən alim edəcəm, ümmətin alimi. Ona görə özünə nikaha haram edir. Nə məndə haram? Yəni şəri haram olaraq yox. Yəni nikaha girməyəcəm və bütün elçiləri rədd edir. Heç kim elçi gəlməsin. Yəni Abdurrahmanın anası ərə getməyəcək, bunu bilin. Və deyir, uşağın üzərinə düşür. Uşağı böyüdür və nəticədə ümmətə Əvzə'i kimi bir imam yetişdirir. Baxın necə analar oldu. Allahu Akbar və lilləhəmd. Və onun da dərəcələri, keçmiş imamların dərəcələri ilə eynidir. Onları təkrarlamaya ehtiyac yoxdur. Zuhda imam, təqvada imam, hədisdə imam, təfsirdə imam, əl-vara imam, hər şeydə, rəsən fi kulli şey. Faqihən, alim. Abdullah ibn Mübarək deyir ki, bizim zamanda hədis imamları 3'tür. Yəni Abdullah ibn Mübarək deyir ki, elə bir zaman gəldi ki, artıq sağ qalan hədis imamları 3 nəfər qalmışdı elə bir ki, məşhurlar. Onların sözü bir ara gələndə artıq hüccət sayılır. Kimdir? Əth-Thawri keçdik. Əl-Əvzə'i indiki qəhrəmanımız və İmam Məlik İbn Ənəs. Bunlar üçü də bir hədisə desələr ki, hədis səhihdir, söhbət bitdi. Hədis səhihdir. Rasulullah sallallahu aleyhi ve sellem belə söylüyor. Xəlifələr ona təzim göstərərdilər, onun elminə, cəlalətinə. Boynuna məcbur olaraq qava, yəni hakimliyi qoydular ki, hakim olsun. 9 gün təqribən, 6-9 gün arasında hakim oldu, qaldı və sonra yalvardı, yaxardı ki, nə olun, məni azad edin qadadan. Və elhamdülillah qadadan çıxır, yəni hakim olmaq istəmir. Baxma ki, hökmü kitab və sünnənə verirlər. Və təzdən hədis elminə və fiqh elminə qayıdır. İmam Thawri biz keçdik. İmam Thawri bundan yaşda kiçikdir qardaşlar. İmam Thawri yaşda bundan kiçikdir, Əvzə'idən kiçikdir. Baxın, görün o dövrün sələfləri bir-birinə necə sayğı, hörmət eləyərdilər, alimlər. Demək, Thawri Məkkədə idi və eşidəndə ki, Əvzə'i həccə gəlib, Məkkədən çıxardı onu qarşılamağa. Şeyxin dəvəsinin kəndini götürər, belinə bürüyər, boynuna və ağzına salardı kəndini İmam Thawri. Və Məkkəyə o şəkildə girərdi, əlləri də açıq. İfsahul şeyx, İfsahul şeyx. Şeyxə yol verin, şeyxə yol verin. Ki verin? Əvzə'i üçün belə bir ehtiram göstərərdi. İşə namazından sonra gecə namazına qalxardı. Kənə bəkkən, çox ağlayan idi, həddindən çox ağlayan idi. Hətta o səviyyədədir ki, onun namazgahı sapsarı idi və yaş olurdu. Çox ağlayan idi. Və sübh namazına kimi gecə namazını yəni ehya elərdi və namazı çox qiraət yox, çox səcdə yox, çox ruku yox, çox ağlamaqla keçərdi. Çox ağlamaqla keçərdi. Onun Muhammed adında bir körpə uşağı var idi. Və anası tez-tez ziyarətə gələrdi, şeyxin ziyarətinə gələrdi anası və həyat yoldaşı çalışardı ki, anası onun namazgahına, öz otağına girməsin. Və bir dəfə anası icazə almadan oğlunun namazgah otağına girəndə, onun kitabxanasında və namazgahında əyləşəndə görür ki, yer bütün yaşdır, ya da ki, sapsarıdır. Arvad qəzəblənir və gəlini başlayır söyməyə. Qatələkillə, Allah səni öldürsün. Gəlinə deyir. Hara baxsan, kör olasan. Allah səni öldürsün. Niyə körpəni bura buraxırsan? Buranın bütün sidik eləyib, idrar eləyib, batırıb, şeyxin namazgahı nə gündə?
Və arvad deyən var, qateləkillə, qateləkillə, qateləkillə. Ağrıda gəlin dözmədi, dedi ki, ya ümmə, uskuti, anacan, sakin ol. Vallahi bu uşağın idrardır. Bu sənin oğlun şeyxin göz yaşlarıdır. Onun namazgahı bütün göz yaşı və bütün sapsarıydı. Və xəlifələr çalışardılar, onu özünə yaxınlaşdırsınlar, onlardan məsafə saxlayardı və deyərdi ki, insanların ehtiyacı olmasaydı, insanların ehtiyacları olmasaydı heç vaxt onların yanına girməzdim və o da həmçinin müsəlmanlar üçün onlardan paydır. Və bilirsiniz hansı mərhələdir bu qardaşlar? Umavi xilafətinin sonudur. Umavi xilafətindən sonra bilirsiniz ki, Abbasi xilafəti gəldi. Amma necə gəldi? Çoxsu bunu bilmir. Qılıncla gəldi. Çevriliş oldu. Abbasilər kimdir? Abbasilər də Qureyşlidir. Abbasilər kimdir? Abbasilər Peyğəmbər sallallahu əmsi Abbas və həmçinin oğlu Abdullah ibn Abbas həmin nəsildəndir. Ona görə dilvi fərağat saxla. Ali ibn Əbi Talibə söymən axırı budur, baxın. Subhanallah. Tarixə baxın. İndi nə oldu? Allah elə elədi ki, Abbasi xilafətinə gələn insan dəhşət qan tökən insan idi. Sağına soluna baxmazdı. Kənə səffəkə dima, yəni qan tökən idi. Və nə edir? Umavi xilafətini devirir, minlərlə müsəlman qanı tökülür, minlərlə. Və hakimiyyəti tam alır və Umavi xəlifəsinin axırına çıxır. Axır o nəsil biçilir, artıq onlardan işin qalmır. Təsəvvür gəlirlər, bunlar iqtidar çıxırlar. Onların saraylarına da, mallarına da, hər şey nədən olur? Sahib çıxırlar. İndi təzə iqtidar var. Abbasilərdir. Bax, belə dəyişilir. Yəni, Hasanlıqla dəyişilmir. Ona görə orada əməl başında çevriliş olub. Yəni, dəyişilik olub. Bir Umavi, bir Abbasi. Və xəlifə Abu Cəfər el-Mansur öz əmisi özü kimi xasiyyətli, çox qan tökən, sağına soluna baxmayan bir nəfəri də baş vəzir təyin edir. Yəni, baş vəzir, yəni nazir, baş nazir təyin edir xilafətə. Və bir dəfə o, deməli, bizim qəhrəman da Əl-Əvzə'i Beyrutdandır. Nəbulus və Beyrut. Qədim zamanlarda, qardaşlar, bu dövlətlər yox idi. Suriyə dövləti, Lübnan dövləti ki, Livan deyirlər ona, həmçinin Fələstin dövləti. Bu 4 dənə dövləti yarıda ilə bərabər, bütün onun adına deyirlər Şam dövləti. Şam diyarı. Sonradan onları dövlətlərə böldülər. Əslən, bunlar bütövdür, bunlar isə bəldələr idi, şəhərlər idi. Şəhərlər idi, əmirliklər idi. Bizim qəhrəmanımız Şam alimidir, Beyrutdandır, Nəbulsidəndir. Həmin bu Abu Cəfər Mansurun əmisi, baş vəzir Şama deməli təyin olunur və əyyanlarına soruşur ki, bizi bəyənməyən kimsə var xilafətdə, bizim məmləkətdə. Bizə qarşı xuruc eləyən, bizi bəyənməyən, bizi sevməyən. Və onun yanındakı insanlar nədənsə Əvzə'ini şərləyirlər. Deyirlər, ya əmir, sənin durduğun bəldədə, vilayətində bir nəfər var ki, səni qəbul eləmir, səni bəyənmir. Daima qardaşlar, alimlər fitnəyə düşürlər. Alimlər, elm əhli, irfan əhli, nüfuz əhli həsəd edənlər tərəfindən. Və əmirin ətrafındakı əyyanlar Əvzə'ini şərləyirlər. Deyir, o insan səni qəbul eləmir, səni görən gözü yoxdur, səni sevmir, yəni olsa xuruc əhli olacaq. Niyə bu qənaətə gəlirlər? Çünki ümumən alimlər xəlifələr tərəfindən təqdir edilirdi. Bunlar da fikirləşirlər ki, bundan qabaq kim olub? Öməvilər. Demək ki, xəlifə Öməvi xəlifənin ikisi ilə mütləq bunların bir dostluğu, bir cəlaləti olub. Onda olsa bu olacaq. Onlar təzə gəliblər indi, təzə gəliblər hakimiyyətə. Və nə baş verir? Həmin bu baş vəzirin adı Ali ibn Əbi Muhammed olur. Ali ibn Muhammed olur. Abbasi. Deyir, gedin onu evindən gətirin bura. Digərlər İmam Əvzə'ini necə götürürlər? Qandalayırlar, zənc edirlər, ihanət edirlər, alçaldırlar, onu qatırın üzərində gətirirlər saraya. İmam Əvzə'ni dinləyək, nə danışır? Deyir, mənim bu şəkildə dalınca gələndə və xəbər çatanda əbamın altından kəfənlərimi geyindim. Kəfənlərimi.
Yəni getdi də başım getdi. Artıq mən ölümə gedirəm. Və bilirəm ki, əmir sahibi mənə suallar verəcək. Və sualların cavablarını da özünə istədiyi şəkildə məndən tələb edəcək. Və mən onun istədiyi şəkildə cavab verməyəcəm. Yəni, haqq nədir onu söyləyəcəm. Bu da onu qane etməyəcək. O ilə də mənim boynum gedəcək. Çünki o insan boyun vurmaqda mahir idi. Ona görə nə edirəm? Deyir ki, rahiməhullah, əbamın altından kəfənlərimi geyindim və qusul aldım, evdən çıxdım. Gəldilər, qandaladılar, zəncirlədilər, məni qatırın üzərinə əyləşdirdilər, ihanət edildilər və sarayın yanına yaxınlaşdıranda, qatırdan düşürdəndə gördüm ki, 2 saf düzülüb. Bir safın əlləri qılıncın üzərindədir. Məni görəndə qılınclar sivrildi və göyə qalxdı. Digər safda da toppuz zəncirlər. Dedim, hə, burada artıq mənim boynum getdi. Yaxşı ki, vaxtında qusul alıb kəfənləri altdan geymişəm. Saray daxil olanda qan tökən xəlifənin baş vəziri Ali ibn Muhammədi taxtında gördüm. Əlində də hakimiyyət çubuğu var idi belə. Çubuq var idi, onu tesi belə vururdu yerə. Onu taxtında gördüm. Subhanallah. Və önündə inək dərisi. Bu inək dərisi nə deməkdir? Yəni, boynun vurulması üçün gəlib bu. O inək dərisi qardaşlar, deməli, inək dərisini bir-birinə tikərdilər. Çox böyük bir xalça meydana gələrdi, qara dəridən. Bu, eydam və ölüm əlamətidir. Yəni, əgər o dəri xəlifənin taxtının önündədirsə, deməli, çağırılan qoymaq öldürülmək üçün çağırılıb. Niyə görə? Çünki həmin o dərinin üzərinə çıxar, soru-sual edilər və sonra onun bir işarəsi ilə onun boynu gedəndə ora bütün qan dağlar. Qan hara dağlar? Dərinin üzərinə. Dəri də çox genişdir. Ki, saraya qan düşməsin, ləkə düşməsin, mərmərə, yerə, xalçaya. Və sonra onun oradan cəsədini götürəndə həmin insanı nə edərdilər? Tez dərinin üzərindəki qanı yığardılar, silərdilər və dərini aparıb təzdən yuyub, təzdən növbəti eydam üçün hazırlayardılar. Yəni, o dərini insanlar tanıyırdı. Bu dəri eydam dərisidir. Eydam dərisi çox geniş, belə bir-birinə tikilmiş böyük bir dəridir. Sarayın içərisinə girəndə gördüm, yəni baş vəzir Ali ibn Muhamməd, qan tökənin əmsi, taxtında oturub, əlində də hakimiyyət taxtası çubuğu, pis baxışlarla belə mənə baxır və taxtanı belə vurur, qaldırır və məni düz dərinin ortasına gətirdilər. Əskərlər də sağından solundan əlləri qılıncda sanki əmri gözləyirlər. İşarəni gözləyirlər ki, boynum getsin. Əmir sahibinin sualı. Sual verir imama. Deyir, biz Öməvi xəlifəsini devirdik. Boynunu vurduq və onunla vuruşanların hamısının qanına qaltan elədik. Onların qanını tökməkdə biz günaha batdıqmı? Sualı var. Cavab verə bilərsən bu sualı? Onların qanı bizə halalmı? Onların qanını tökməkdə biz günaha batdıqmı? İmam Əl-Əvzə'i deyir ki, bu sualın cavabını verməmişdən qabaq özümü İzzət və Cəlal sahibinin din günündə təsəvvür elədim. Təsəvvür elədim ki, verdiyim bu cavabı orada məndən təzdən soruşacaqlar. Burada nəsə yola vermək olar, yəni sualdan qaçınmaq da olar, sualı dəyişmək də olar, başqa cavab verə bilmək də olar. Amma bu sualın cavabını mən o gün İzzət və Cəlal sahibi Cəbbara təzdən artıq verə bilməyəcəm. Və qətiyyətlə qərar verdim ki, ölüm var, döndü yoxdur. Haqq nədirsə onu eşitməyə məcbur olacaq, hətta boynum belə vurulsa. Və sonra ona baxdım, gördüm taxtında oturub, başını aşağı salıb və gözləri ilə pis baxışla mənə baxır və hakimiyyət çubuğunu yerə tez-tez vurur. Allah subhanət hələ onu mənim gözümdə milçəyə çevirdi. Öz İzzət və Cəlalını xatırladıqdan sonra. Fikirləşdim ki, qiyamət günü Məlik Yevmiddinin hüzurunda hara, bu hara. Və ölüm mənim üçün adiləşdi. Və qorxu qəlbimdən çıxdı. Qardaşlar, bu eytimaddır Allaha. Bax, buna deyirlər təvəkkül. Bu da imamlarda olur. Bunlar adi imamlar deyil. Yəni, belə hədis rivayət elədi, məsələ bitdi. Yox, bunlar sözün əsl mənasında imamdılar. Təqvada, zühddə, vara. Dedi, ey əmir sahibi, o ki qaldı
qanlarınız olan qanlarını tökməyiniz. İndi isnad gətirir. Haddəsənə fulan. Haddəsənə fulan. Haddəsənə fulan an ammikə Abdullah ibn Abbas. Elə isnad seçdi ki, son ravi onun nəsli olan İbn Abbas'a gəlsin. Deyir, haddəsənə filan, o da filan kəsdən hədis elədi, o da filan kəsdən hədis elədi. Sənin əmin Abdullah ibn Abbas Allah Resulü sallallahu aleyhi ve sellem'dən belə xəbər verir. Görürsünüz necə tutdu onu? La yəhillu dəmimri'in muslimin illə bis-sələs. Müsəlmanın qanı yalnız 3 şey ilə halal edilir. Əs-seyyibu zani. Dul, kişi və qadın zina edərsə. Düzdürmü? Evli olduğu halda yəni. Ən-nəfsü bin-nəfs. Cana can. O zaman onu edam eləyəndə yəni onun qanı halaldır. Və təriku li-dinihi fariqu lil-cəmaə. Mürtəd, dindən çıxan və cəmaatdan ayrılan. Bu 3 sinif insanın qanını şəriət halal edib, hakim onların qanını yəni axıda bilər. Ey əmir sahibi, sənin öldürdüyün müsəlmanlar və devirdiyin həmin o sultan bu 3 sinifin içindədirsə, Allah yanında üzrün məqbul. Əgər bu 3 sinifin içində deyilsə, o zaman sənin sorğun qiyamət günü çox şiddətlidir, o günə cavab hazırla. Allahu Akbar. Yəni, deyir, bunu deyəndə dedim ki, bu saatca boynum gedəcək, hiss eləmədim yerdən. Yəni, qancılar hər tərəfdəndir. Əmir sahibi də başını aşağı saldı. Sanki başa düşdü ki, onu bağladılar, cavabı yoxdur artıq. Neyini bilərsən? Həddəsənə, həddəsənə, həddəsənə birbaşa əmim, kimə biz nisbət oluruq? Abdullah ibn Abbas'a. O da Rasulullah'dan. Sallallahu aleyhi ve sellem. Açıq hüccət qaldırdı. Neyini bilərəm? Yaxşı söylə mənə ya Uza'i. Biz onların malına da sahib çıxdıq. Yəni onların saraylardır, hər şey onlarındır. Onun da yəni arxasında keçdik. Onların malı, dövləti, hər şeyinə sahib çıxdıq. Bu şey heç olmasa bizə halaldır. Cavabında dedi ki, ey əmir sahibi, əgər onlar onu haram yoldan əldə etmişlərsə, o zaman siz 2 haramı birləşdirdiniz. Haramı yığmışların malına sahib çıxıb haram qazandınız. Əgər yox, onlar onu halal yoldan əldə etmişlərsə, onlar üçün halaldır, sizin üçün yenə də haramdır. Və deyir, baxıram, əmir sahibi hakimiyyət çubuğunu yerə vurur, kəskin başlara baxır və deyir, bu saatçı boynum gedəcək, bu saatçı boynum gedəcək. Axırda əmir sahibi deyir ki, İdnə, yaxşı bir möcüzə ver, bizi titrət. O birdən deyirlər, şeyh, bir dənə titrət də bizi. Gör kimdə nə istəyir, yazıq. İndi bunu elə o günə qoyacaq ki, peşman olacaq onu oraya çağırmağa. Deyir, ya əyyuhəl əmir, ey əmir sahibi, i'ləm ənə mövqifəkə beynə yədəyilləhi şədid. Ey əmir sahibi, bil ki, sənin qiyamət günü halın çox pisdir. And olsun ki, bütün yer üzərinin sərvəti bu saçı sənin əlində olsa və qiyamət günü izin versələr ki, onların hamısını ora gətirəsən ki, fəda verəsən ki, oda girməmək üçün lən tuqbələ mink. Əl-İmran surəsində yazı gəlir, o səndən onsuz da qəbul olmayacaq. Elə isə o sabah gəlməmişdən qabaq, büyündən öz tədbirini gör. Əmir sahibi deyir ki, əturidin sıraf, evə qayıtmaq istəyirsən. Deyir, bəli, innə əhli yaxafuna aleyh. Yəni, mən evdən çıxanda ailəmi ağlar qoydum, yəni. Onlar ağlaya-ağla qaldılar və mənim üçün çox narahatdılar. Buraxsan, gedərəm. İnsarif, get. Deyir, baxma ki, bu sözü dedi və mən çövürüldüm ki, saraydan çıxmağa, düşünürdüm ki, artıq mənim sonumdur. Çıxmaqla qılınc boynuma gələcək. Və mən gedirəm, bunların qılıncları hamısı yuxarıda, göydə. Çoxdan qınından çıxıb, təzəvvürləyin. Və bir də gördüm, artıq evimin qapısındayam. Səlimən, qanimən, heç nə olmadan. Allahu Ekber. Yəni, doğrudan öldürmədilər məni, yəni. Nə baş verdi? Allahu Ekber. Yəni, sağ qayıtdı evə. Ölüm hadisəsi, qardaşlar, İmam Əvzə'i mən çox müxtəsər elədim, çünki 2 dərsi götürdük. Yəni, o zühddə imamdır, təqvada imamdır, hədisdə, ilimlərdə hamısı. Yəni, keçmiş alimlərdə gördüyünüz xislət və bütün sifətlərin eyni misli ondadır. Həmçinin alimlərin sənası. Hədisə başlamamışdan qabaq qusul almağı sevərdi. Sevərdi ki, onun bədəndən heç iyi gəlməsin. Tez-tez çimər yunardı. Yəni, hədisə təazim göstərərdilər onlar. Təharəti çox sevərdi. Və onun dərsinə
min yox, 2000 yox, 10.000, 15.000 insan toplaşardı ve onlar mesciddə yox, açıq səma altında dərs keçərdilər. Bütün dünyadan onun yanına hədisi eşitmək üçün gələrdilər. Və bir dəfə qış vaxtı olur, artıq o çinməli olur, çinməyə ehtiyacı olur. Yoldaşı qorxur ki, o xəstələnəcək, çinməsə, yox deyir, mütləq çinməliyəm. Və nə edir? Onun üçün hamamda manqal qoyur və çoxlu köz qoyur ora, alışdırır, hamam çox isti olur, qəşəng. Və deyir ki, şeyx, sən daxil ol və həyat yoldaşı onu çox sevərdi və ona çox hörmət göstərərdi. Sən içəri daxil ol, mən qapını arxadan bağlayacağım ki, sənə heç bir narahatsızlıq olmasın və qutaranda gəlib soruşacağım və qapını açacağım. Şeyx qusul alır və birdən közə nəm düşür və ora tüstüləməyə başlayır və şeyx boğulmağa başlayır. Qapıya yaxınlaşanda təbii ki, onlar fitərdən çimirdilər qardaşlar. Fitəndə göbəklə dizi bağlayan bir parçadır ki, əfsuslar olsun ki, o adət bizdən gedib, ümidvaram ki, qayıdacaq inşallah. Şeyx qapını itələndə görür ki, qapı arxadan bağlıdır. Üstündən 1 saat keçir, həyat yoldaşı şübhələnir ki, bu niyə qurtarmadı? Gəlib qapını açanda onu səcdə halında boğulmuş və ölmüş görür. Rahiməhullah Teala, İmam Əbuzəy. Yaxşı, burada məsələ var. Hamamda ölməyin hökmü. Məsələdə təfsilat var. Əgər hamama girən insan iman əhlidirsə və girmə məqsədi raf'ul hədəfül əkbar, cənabəti qaldırmaqdırsa, təharət libasını geyinməkdirsə ki, ibadətlər elə bilsin, o ibadət üzərində ölmüş sayılır. Əgər məqsədi, niyyəti başqa şeydirsə, bu da fasik və günahkarlarda və kafirlərdə olursa, öldüyü şeyə görədir. Allah subhanətə eşitli faydalar dinsin. Hədə və sallallahu aleyhi və səlləm alə nəbinə Muhammed və alə alihi və sahbihi əcma'in. Barakallahu fikum.